Herkese salamlar. Bugün sizlere çok maraqlı bir xəstəmizin nəticələrini bölüşmək istərdim. Deməli, xəstəmiz 70 yaşında kişi xəstə və sol ağciyər üst payında törəmə şikayəti ilə başvurur. Buradan biyopsi alırıq və biyopsida ağciyər squamous hüceyrə karsinoması gəlir, ya septal hüceyrə. Amma xəstə bu dönemdə cərrahi uyğun deyil idi. Çünki həm böyük damarlara invazyonu var idi və həm də cərrahi olsa ağciyərin bir payını tamamen, yəni sol ağciyəri itirmiş olacaqdı. Bundan dolayı biz cərrahiyə hazırlama məqsədilə verdiyimiz neoadjuvant tedavisi verdik. Neoadjuvant tedavide klasik kimyoterapiyanın yanına immünoterapiya da əlavə elədik və bu immünoterapiya uyğunluq açısından eyni zamanda biz PDL-1 üzerine baktık. PDL-1 testi %90 gəldi. Dolayısıyla immünoterapiyadan fayda görən bir xəstə qrubu var idi qarşımızda. 3 kurs kimyoterapiya və immünoterapiyadan sonra yanıt mükəmməl idi. Kitlesi küçülmüşdü. Cərrahiyə göndərdik xəstəni və artıq cərrahidə ağciyərin tamamen yitirmək yerinə sadəcə bir hissəsi alınacaqdı. Bu üzəsində nə imkanı verir? Eğer bu xəstədə cərrahi sonrasında tam patolojik yanıt, yəni canlı tümör hücrəsi yoxsa, iləride bu xəstəliyin təkrarlanmaq riski çox-çox azdır və xəstəlikdən tamamilə qurtulmaq kimi bir fürsət sunur. Dolayısıyla hal-hazırda bütün böyük rəhbərlər Amerika, Avropa uyğun xəstə qruplarında özellikle 4 santim üzərində primer tümör çapı və limfodeni pozitifliyində cərrahidən öncə neoadjuvant kemo immünoterapiyi məsləhət görür.